Baş prokuror Kamran Əliyev Naxçıvanda səfərdədir. Baş prokuror Kamran Əliyev, birisi də arvadı Əlin Ağayevin soskasıdır. Baş prokuror Kamran Əliyev Naxçıvanda səfərdədir. Vətəndaş qəbulu keçirir güya. Ondan sonra baş prokuror Naxçıvanın rəhbəri Fuad Nəcəfli ilə nahar edibmiş. Bəli. Yəni abeddə günorta yeməyini yeyibmiş. Yeməkdə günorta yeməyi yeyəndə, yəni abed eləyəndə, nahar yeməyi yeyəndə Fuad Nəcəfli soruşub ki, baş prokurordan soruşub ki, xaricdəkiləri, yəni bizləri nə vaxt gətirəcəklər? Daha doğrusu gətirəcəksiniz. Baş prokuror da deyib ki, sən canım o sualı vermə. Mənə o sualı vermə. O sualdan artıq mən bezdim. Birinci də hər dəfə məni görəndə o sualı mənə verir. Avropadaşlar nə vaxt gətirəcəksən? Birinci İlhama deyirlər də. Yəni birinci də İlham Əliyev hər dəfə məni görəndə o sualı mənə verir. Avropadaşlar nə vaxt gətirəcəksən? Mən də onu yola verirəm. Bunları hara gətirirəm? Bunları deyib, hara gətirirəm Avropadakı blogerləri? Sadəcə bala fırlanırıq özümüz üçün. Baş qatıram. Baş qatmaqdan başqa çarə yoxdur. Hakimiyyət özü öz başının çivini qoyalaya bilmir. Vəziyyət gərgindir. Bu söhbəti Naxçıvanın aparatında bir çox vəzifəli adamlar artıq bilir və bir çox vəzifəli adamların içində də mənim yaxın adamlarımın adamları çatdırdı ki, bax, vəziyyət belədir. Baş prokuror artıq o sualdan deyir, bezmişəm. Hər dəfə İlham Əliyev, yəni birinci məni görəndə o sualı verir. Mən də hər dəfə bir obraza girib, bir rola girib, necə deyim, palaşı ilə çıxıram. Eləmədən görürsün, yəni baş prokuror mənim üzərimdən İlham Əliyevi qozuna doluyur. Baş prokuror mənim üzərimdən İlham Əliyevi 21-ci barmağına doluyurdu. Baş prokuror. Vallahi də, billahi də. Mən prezident, inşallah da olacağam. Ölməsəm olacağam. İlham Əliyevi öldürməsə, o posta birbaşa ya da keçid hökumətindən sonra oturacağam. Amma deyirəm ki, baş prokuror, vallahi də, billahi də sənə donuz otatdıracağam. Donuz. Sənin naxırçı eləyəcəm. Donuz fermasına çoban qoyacam səni. Donuz fermasına. Ya da baş prokuror, sən nə eləyəcəm bilirsən? Kimlər görübsə yazsın, mən görmüşəm yəni. O eşkəklər, cins atılar, eşkəklər cinsə laqiyə girmək üçün belə maket qoyurlar, maket qoyurlar. Süni mayalanma. Maketin üstünə at qalxır, belə bir durba kimi şey var. Onun eşkəyin atın şeyinin içinə soxurlar belə. Belə soxurlar. Onun içinə boşaldır spermatozoidini. Spermatozoid. Sonra başqa heyvanları, atları onunla mayalayırlar. Bax. Sən, Kamran Əliyev, baş prokuror, bax sən eşkək başı tutan olacaqsan. Ona eşkək başı tutan deyirlər. Sən insan başı tutmayacaqsan, ha, yazıq o insanın başına. İnsanın başını tutmayacaqsan. Sən atın, eşkəyin, bu heyvanların başını tutacaqsan. Heyvanların süni mayalanma işinə baxacaqsan. Kamran Əliyev. Arvadın da bilirsən də nə eləyəcək? Arvadın da sənlə məşğul olacaq, elə arvadın da sağ kömək eləyər də. İstədim deyəm ki, arvadı pul qazanacaq, qanunu, əxlaqsızlıq yuvaları Avropada kimi qanunu olacaq. Arvadın orada çalışacaq. İstədim belə deyəm, amma düşündüm ki, desək Kamran Əliyevin arvadı olduğunu bilsələr, bəzilər həyəcandan şeyi zadı, elə həvəsi zadı olmaz. Ona görə mən dedim, elə eşkəklər, atların, necə, dəvələr, zadlar, onların süni mayalanma işinə baxacaqlar bunlar.